Hər kəsə salam. Belə bir reallıq var ki, insan qaçdığına məruz qalar. Yəni insan qaçdığına uğrayar. Yəni heç nədən həyatda qaçmaq lazım deyil. Həyatda nələrsə çözmək lazımdır və unutmayaq ki, həyat problemlərdən deyil, çözülə biləcək məsələlərdən ibarətdir və heç nəyə problem kimi baxmayın. Hər şeyin çözüləcək bir yolu var. Sən görə bilmirsənsə, mütləq ki, fərqli prizmaya baxmağa ehtiyacın var. Bunu etdiyin təqdirdə zaten bacaracaqsan, çünki heç kim həyatı elə belə yaşamır, göz yumulu yaşamır. Zaten hər kəs bilir ki, nəyə necə eləmək lazımdır. Amma insanlarda çatışmayan şey fərqli prizmadır. Onu bacara bildiyin təqdirdə hər şeyi çözə biləcəksən. Amma bir məsələ də var. Vaxtında zəhmətini çəkmədiyimiz şeylərin əziyyətini çəkirik. Bu səbəbdəndir ki, zamanlamanı da əsla unutmamalıyıq və sən də əsla unutma. Belə olduğu təqdirdə nə gözəl həyat, nə şirin həyat. Hər birinizə həyatın ən gözəl, ən şirin tərəfini arzu edirəm. Özünüzdən müğayət olun. Hələlik.